Bugünkü dərsimiz kəllə sümüklərimizin içərisində ən çətin sümüklərdən biri sayılan əsas sümük olacaq. Əsas sümük latınca ossifenoidal adlanır və kəllə əsasının ortasında yerləşir. Görünüşcə kəpənəyə bənzəyir. Gördüyümüz kimi əsas sümük deməli hissə olaraq bir cismi və 3 çıxıntısı vardır. Əsas sümüyün cismi burada gördüyünüz kimi açıq mavi rəngdə korpus ossifenoidalis adlanır. Böyük qanadlar sarı, açıq sarı rəngdə gördüyümüz bir cütdür. Kiçik qanadlar mavi rəngdə və qandaməzər çıxıntılardan ibarətdir. Burada göstərəcəm, bu da bir cütdür. Əsas sümük cisminin 6 səthi var. Bir dəqiqə. Həmin bu cisim, korpus 6 səthə malikdir. Yuxarı, aşağı, ön, bax bu ön tərəfdəndir, arxa və 2 yan səthə malikdir. Bundan başqa, deməli, əsas sümük cisminin bu hissədə, indi göstərəcəm hissələri sizə. Düz onun yuxarı səthində türk şəhəri Sella turcica yerləşir və onun ortasında hipofiz çuxuru, bir dəqiqə, hipofiz çuxuru, fossa hipofizialis yerləşir həmin bu türk şəhərinin ortasında. Bir daha deyirəm, türk şəhərinin ortasında hipofiz çuxuru, fossa hipofizialis yerləşir. Çuxurun önündə isə yəhər qabarcığı tuberculum sellae yerləşir. Burada mavi xətt göstərən isə tuberculum sellae yerləşir. Yəhər qabarcığının önündə isə görmə sinir çarpazına məxsus çarpaz şırımı. İndi bunu göstərəcəm, bir dəqiqə, çarpaz şırımı. Bir dəqiqə, çocuklar. Yaxınlaşdırım, yaşıl olacaq burada. Çarpaz şırımı, sulcus chiasmatic vardır. Həmin bu çarpaz şırımı görmə sinir çarpazına məxsusdur. Yəni ona görə bu hissələri sinirlərlə bir edə bilmək vacibdir ki, təməl və klinik mərhələdə ikisində də lazım, önəmli hissələrdir. Ondan sonra bu şırımdan öndə isə əsas sümük hündürlüyü yugum sfenoidali yerləşir. Əsas sümük hündürlüyü. Və türk yəhərindən arxada yəhər arxası dorzum sellaya yerləşir. Onun üzərində və yan tərəflərində arxa maylı çıxıntılar. Processus clinoide posteriorus yerləşir. Həm bu tərəfdə gördüyünüz kimi. Və türk yəhərinin yan tərəflərində, bu hissədə indi göstərəcəm, bu xətt. Türk yəhərinin yan tərəflərində yuxu şırımı, sulcus caroticus yerləşir. Bu sulcus caroticus daxili yuxu arteriyasinə məxsusdur. Adını da buradan götürür. Və bu şırımın arxa kənarı üzərində əsas dilciyi, bunu da göstərim, bu rəngdə olacaq. Əsas dilci lingula sfenoidalis yerləşir. Bu isə aşağı əsas daşlıq bağına məxsusdur. Latıncası ligamentus sphenoide petrosus adlanır. Demək, əsas sümük cisminin ön səthində, bu ön səthidir, ön səthində daraq yerləşir. Latıncası crista sphenoidalisdir. Həmin bu darağın aşağı ucu gedir, adlanır dimdik rostrum sphenoidale adlanır və darağın ön kənarı bu hissələr xəlbir sümüyün perpendikulyar səfhəsi ilə birləşir. Xəlbir sümüyünü bu dərslərdən sonra keçəcəm. Orada yenə təkrar eləyərik. Darağın yan tərəflərində isə əsas sümük balıq qulaqları yerləşir. Bax, bu hissələrdə. Burada bu proqramda yaxşı göstərilməyib. Ona görə mən şəklin üstündə göstərəcəm.
Demək, darağın yan tərəflərində əsas sümük balıq qulaqları, konça sfenoidalis yerləşir. Baxın, bax, bu hissədə konça sfenoidalis. Digər kəsiklərdə də göstərək. Demək, baxın, sfenoida konça. Ondan sonra bu şəkildə də rahat görünür bu hissə. Və əsas sümüyün elə bir ki, ön yan proyektindən bir şəklidir. Konça sfenoidalis, bax, bu hissədir. Sonra burada da var konça sfenoidalis. Tam belə ağlımıza qalsın deyə. Proqramda çünki yoxdur. Və onun xaricində balıq qulaqları üzərindəki, bax, həmin bu balıq qulaqları üzərindəki əsas cibi dəlikləri, apertura sinus sfenoidalis, əsas sümük cibinə açılır. Əsas sümük cibi nə idi? Bayaq göstərmişdim, bir boşluq idi. Baxın, bu yaşılla göstərilən hissə ki var, əsas sümük cibidir. Başqa kəsikdə də göstərəm. Budur. Həmin bu əsas cibi dəlikləri bura açılır, yəni. Və bir dəqiqə digər şəkli göstərim. Və əsas cismi arakesmə vasitəsilə iki hissəyə bölür. Baxın, sinus sfenoidalisi iki hissəyə böldü bu əsas cibi dəlikləri. Onun xaricində bu əsas sümüyü cisminin arxa səthi ki var. Bax, göstərim burada. Baxın. Əsas sümükdür. Bu da bizim ənsi sümüyümüzdür. Əsas sümüyün cisminin bu arxa səthi ənsə sümüyünün əsas hissəsi ilə birləşir. Sinxondrosis olur. Digər bir şəkildə var. Orada da göstərim. Burada da rahat görünür. Baxın, birləşmə əmələ gətirirlər. Bu hissədə birləşmə əmələ gətirirlər. İndi keçək böyük qanadlar, kiçik qanadlar və qanada bənzər çıxıntılar haqqında danışmağa. Demək, böyük qanadlar ala majores əsas sümük cisminin aşağı yan tərəfində yerləşir. Böyük qanadlarımız. Onun bir neçə səthi və kənarları var. Demək, sətlərinə aiddir beyin səthi, facies cerebralis, göz yuvası səthi, facies orbitalis. Həmin bu demək, aşağı hissədə, bax, bu göz yuvası səthi deyilmi? Burada daraqdır da. Burada tam görünmür, amma burada əng səthi var. Facies maxillaris adlanır. Bir də gicya səthi olmalıdır. Nüfosda göstərir, amma yəni bu hissədə facies temporalis adlanır. Bilmirəm, proqramda yaxşı göstərmir bu hissəni. Facies temporalis adlanır. İndi keçirik birinci biz beyin səthindəki dəliklərə. Beyin səthi özü basıq olur. Üzərində 3 dəlik var. Bu tərəfdə də 3 dəlik, bu tərəfdə də 3 dəlik olur. Birinci dəliyimiz girdə dəlikdir. Foramen rotundum adlanır. Bu hissədə baxın, foramen rotundum, girdə dəlik. Həmin bu girdə dəlik üçlü sinirin əng siniri şaxəsinə məxsusdur. Bunları əzbər bilmək lazımdır ki, irəlidə bizə lazım olacaq çünki. Yenə deyirəm, üçlü sinirin əng siniri şaxəsinə məxsusdur bu girdə dəlik. İkinci dəlik isə oval dəlikdir. Burada göstərəcəyik indi. Oval dəlik, foramen ovale. Həmin bu oval dəlik isə üçlü sinirin çənə siniri şaxəsinə məxsusdur. Üçüncü dəliyimiz burada göstərilir. Tin dəliyidir. Foramen spinozumdur. Foramen spinozum isə beynin sərt qışasının damar və sinirlərinə məxsusdur. Və bu üçüncü dəliyimiz birsiz harada yerləşir? İndi göstərəcəm. Böyük qanadların arxa bucağında, böyük qanadlarımızın arxa bucağında əsas tin var. Bax, bu əsas tinin üzərində yerləşir. Əsas tinin digər adı isə spina sfenoidalisdir. Bundan başqa biz bayaq dedik, burada gicya səthi var. Həmin bu gicya səthində indi göstərim hissələri.
Burada yaxşı göstərmir, mən sizi onun ən yaxşısı şəklin üstündə göstərim. Gicsiyat səttimizdə gicsiyatı daraqla, crista infratemporalislə iki hissəyə bölünür bu hissə. Yuxarı böyük hissə gicsiyat çuxurunun, aşağı isə gicsiyatı çuxurunun təşkilində iştirak edir. Yəni proqramda yaxşı göstərilmirdi, ona görə ayrıca şəkil tapdım ki, yadımızda qalsın. Bax, crista infratemporalis vasitəsilə həmin bu gicsiyat səthi iki hissəyə bölünür. Yuxarı hissə, yenə təkrar edirəm, yuxarı böyük hissə gicsiyat çuxurunun, aşağı hissə isə gicsiyatı çuxurunun təşkilində iştirak edir. Bu qədər. İndi isə kiçik qanadlar haqqında danışaq. Kiçik qanadlar latinca ala minores adlanır. Onlar sağ və sol üfüqi səhifələrdir və iki ayaqcıq vasitəsilə əsas sümük cismindən başlayır. Ayaqcıqlar arasında görmə kanalı yerləşir. Canalus opticus həmin bu görmə kanalından görmə siniri və göz arteriyası keçir. Adını da elə buradan götürmüşdür. Ondan başqa kiçik qanadların, bax bu ön tərəfi var, ön kənarı daha doğrusu. Bu hissə, bu hissələr alından birləşir. Bu hissə isə xəlbir sümüyü ilə birləşir. Və kiçik qanadların, bu hissəni göstərim. Kiçik qanadların arxa içər ucları ön maili çıxıntı processus clinoid anterior ilə qurtarır. Və bu ümumiyyətlə bu kiçik qanadlar onun yuxarı səthi kəllə boşluğuna, aşağı səthi isə göz yuvasına baxır. Əsas sümüyün kiçik və böyük qanadları arasında göz yuvasının yuxarı yarığı fissura orbitalis superior yerləşir. Həmin bu yarıqdan nələr keçir? Sadalayaq. Gözün hərəkət siniri, blok və uzaqlaşdırıcı sinirlər, ütsüz sinirin birinci şaxəsi, yəni göz siniri və yuxarı göz venası keçir. Bunlar əzbər bilinməlidir. Bir daha sadalayıram. Göz yuvasının yuxarı yarığından, iki tərəfdə də var, göz yuvasının yuxarı yarığından, gözün hərəkət siniri, blok və uzaqlaşdırıcı sinirlər, ütsüz sinirin birinci şaxəsi, yəni göz siniri və yuxarı göz venası keçir. Kiçik qanadlar haqqında hələ ki bu qədər. İndi keçək qanada bənzər çıxıntı haqqında danışmağa. Qanada bənzər çıxıntı latinca processus pterygoides adlanır. Onlar böyük qanadların əsas sümüyü, bax böyük qanadların əsas sümüyü cismində birləşən yerindən aşağıya doğru yerləşən cüt çıxıntılar gedir. Onun bayır və içəri səhifələri var. İndi göstərək. Birinci bayır səhifəni göstərim. Bayır səhifə latinca lamina lateralis adlanır. Enli və bir qədər qısa olur. O gicsiyatı çuxura baxır. Bu bayaqlar izah elədim, crista infratemporalis bölür yuxarı və aşağı isə. Bax bu gicsiyatı çuxura baxır. Bu bayır səhifə. Digər isə içəri səhifədir. O da sarı rəngdə olmalıdır. Bu da içəri səhifədir. Lamina medialisdir. Lamina medialis. Bayır səhifədən bir qədər ensiz və uzundur. Aşağısında isə bu aşağı doğru gedir. Bir dəqiqə. Bənövşəyə rəng. Aşağıda isə qanada bənzər qarmaqla hamulus pterygoideslə qurtarır. Görə bilirsiniz burada hamulus pterygoideslə qurtarır. Onun xaricində bu qanada bənzər çıxıntıda bir neçə hissələr var. Onlar bu proqramda yaxşı görünmür. Ona görə mən şəkillərdə izah edəcəm onu. Ən əsas bu şəklimizdir. Biz burada nələrdən danışacağıq? Baxın, bu qanada bənzər çıxıntılarımızdır. Bu bayır səhifə, içəri səhifə, bayır səhifə, içəri səhifə. Demək, burada nədən danışacaqdır? İçəri səhifə ki var, içəri səhifənin içəri tərəfində yataq çıxıntısı var. Processus vaginalis. Bu kiçicik çıxıntı, yataq çıxıntısı adlanır. Bu yataq çıxıntısından bayır tərəfdən damaq yataq şırımı,
Sulcus palato-vaginalis yerləşir. İçəri tərəfində isə xış yataq şırımı sulcus femoro-vaginalis yerləşir. Yəni bunları bilmək də önəmlidir. Çox kiçikdir, bilirəm, çox detay var, amma yəni bilmək lazımdır hamısını. Ondan başqa burada nələr görə bilərik? Digər şəkildə əsas bu şəkildə bir-iki şey göstərmək istəyirəm qanda bənzər çıxıntı ilə bağlı. Qanda bənzər kanal sirinə məxsus qanda bənzər kanal vardır. Canalis pterygoides. Bunu mən Canalis pterygoides. Bu hissədə olur və bu qanda bənzər çıxıntılar arasında qanda bənzər oyma incisura pterygoidea yerləşir. Baxın, qanda bənzər çıxıntılar arasında oyma var. Incisura pterygoidea. Ondan yuxarıda isə qanda bənzər çuxur fossa pterygoidea yerləşir. Bax, burada da fossa pterygoidea, qanda bənzər çuxur. Qanda bənzər çıxıntının içəri səhifəsinin yuxarı arxa kənarında, bax burada yuxarı arxa kənarında qayığa bənzər çuxur fossa skafoidea yerləşir. Ondan da bayır tərəfdə eşitmə borusu şırımı, bunun digər adı da Yevstad borusu şırımı, eşitmiş olarsınız. Sulcus tubae auditive yerləşir. Sulcus tubae auditive yerləşir. Biz bunu giziyyat sümüyünün izahına təzədən üstünə qayıdacağıq. Əsas sümükdən bu qədər. Bilirəm, çox çətindir, çox detaylar var, amma nə qədər üstünə düşüb tez öyrənsəz, dərindən öyrənsəz, yuxarı kurslara çıxanda da o qədər sizin üçün rahat olacaq. Bu qədər. Hələlik.